Dostlar, 12 Addım Reabilitasiya Mərkəzindəyik. Biz Əkbər bəydən təlimatlandırdı. Uşaqları aparıq dənizə. Məqsəd nədir? İndi istirahət öz yerində, yenə də sağlamlıq. İlk öncə nədir? İdman. İdmana çalışırıq, meyilli olsun. Vəssalam. Əsas bir daha söylürəm dostlar. İndi belə baxıram ki, bu reabilitasiya mərkəzinə gələn adam buradan, yəni mümkün deyil ki, sağalmasın. Həqiqətən də nizam-intizam yüksək səviyyədədir. Çünki indi ətrafdan da eşidirəm ki, mənə deyirlər ki, bura belədir, bura elədir. Nizam-intizam. Belə. Əkbər bəy, nə sözünüz var? Müəllim, çox sağ olun. Sizin gəlməniz bizim üçün böyük motivasiyadır. Bəli, uşaqlar, yəni 20 nəfəri 6 ay bitirən uşaqlardır. Onlar ikinci mərhələyə hazırlaşırlar. Onlarla söhbət elədim, nizam-intizamımızı baş saldım təzədən. Bir yerdə gedirik, xoş gün keçirtməyə. İnşallah Mərdəkandayıq. Bizim uşaqlardır, Babəkdir, Baxı Sovetskidir, İlyasdır, Sıfı elədir. Musanı bəs? Bu da Musadır. Çempion. Getdi uşaqlar. Onki Addım Reabilitasiya Mərkəzinin canavarları. Gətirmişik Kasablankaya. İdman müəllimi Murad müəllim də bizdən gəlib. Uşaqlarımıza dəstək olur. Müəllim oyun düzəldib. Bir baxıraq suya. Ağzından getdim.